əziz şagirdlər və müəllimlər, hər birinizə xoş gördük. Artıq 3-cü dərsimizdir ki, həm şagirdlərimizə blok imtahanında, həm də müəllimlərimizə sertifikasiya imtahanında dəstək olmaq məqsədi ilə sinif dərsliklərinin mövzu izahları ilə qarşınızdayıq. Bu günləri sizlərlə 11-ci sinif dərsliyindən bir cins elektrik sahəsinin işi, potensial və gərginliklə qarşınızdayıq. Burada ilk öncə keçdiklərinizi xatırlayın da 8 və 10-cu siniflərdə tanış olduğunuz qısa məlumatlar haqqında xatırlatma şəklində qeyd olunubdur. Və burada sizlərə məlumat verilib gərginlik U bərabərdir A bölünsün Q ifadəsinə hesablanır. 1 voltdur və elektrik sahəsinin enerji xarakteristikasıdır. Daha sonra iş A bərabərdir Fs kosinus alfa, potensial enerjinin işlə əlaqəsi, kinetik enerjinin işlə əlaqəsi. Biz bilirik ki, kinetik enerjinin dəyişməsi görülən işə bərabərdir. Potensial enerjinin dəyişməsi əks işarəsi ilə dəyişməsi görülən işə bərabər olmuş olacaqdır. İndi isə davam edirəm. Aparılan araşdırmalardan müəyyən edilmişdir ki, yer kürəsi mənfi 10 atmosferinin, ionosfer təbəqəsi isə müsbət yüklüdür. Onlar arasında olan atmosferin qalın təbəqələri izolyator rolunu oynayır. O zaman bizə sual olaraq verir ki, yeri naqillə ionosferə birləşdirmək mümkün olsaydı, onlardakı elektrik yüklər necə hərəkət edərdi və niyə? İndi isə gəlin bu hadisəni sizlərlə daha böyük bir baxış bucağı altında müzakirə edək. Yer səthi ümumiyyətlə mənfi yüklüdür. İonosfer dediyimiz, yəni atmosferin yuxarı qatları əsasən müsbət yüklüdür. Çünki günəş şüaları havadakı atomları ionlaşdırır. Bu zaman yer və ionosfer arasında təbii halda elektrik potensialı fərqi mövcuddur. Təqribi olaraq 300.000 volta bərabərdir. Əgər biz birbaşa naqil bağlasaydıq, nə müşahidə olunardı? Belə ki, yüksək potensial fərqinə görə yerin mənfi yükləri naqil boyunca ionosferə doğru, yəni atmosferin yuxarı qatlarına doğru hərəkət etməyə başlayardı. Və bu elektrik cəryanının yaranması deməkdir. Bu axım çox güclü olardı və təhlükəli cəryan ola bilərdi. Əslində, belə deyək də, biz bir növ bunu ildırımda baş verir, ancaq o zaman hava keçirici rolunda olmuş olacaqdır. Bəs onda sual veririk. Niyə baş verdi bu? Niyə belə oldu? Yüklər həmişə yüksək potensialdan aşağı potensiala doğru hərəkət edirlər. Bunun sabit cəryanında daha yaxşı biz başa düşürük ki, mütləq şəkildə potensial çox olan nöqtədən cəryan şiddəti potensial az olan nöqtəyə doğru axın eləmiş olur. Burada yerin mənfi yükləri ionosferin müsbət yükləri ilə tarazlanmaq üçün hərəkətə keçir və bunun da nəticəsi odur ki, aralarındakı elektrik potensialı fərqi səbəbindən çox güclü elektrik cəryanı baş verərdi və bu cəryan da yerin mənfi yüklərinin ionosferə axması şəklində özünü göstərərdi, amma bu mümkün deyil. Nə yazıq ki, biz göyün yuxarı qatlarına hər hansı bir naqil vasitəsilə ümumiyyətlə görəsən nə qədər bizə naqil lazım olardı? Sadəcə olaraq verilən bir məlumatdır və burada biz müəyyənləşdiririk ki, sən demə cəryan şiddəti potensialın çox olduğu nöqtədən az olduğu nöqtəyə doğru keçid etmiş olur. Davam edək. Burada görülən iş haqqında məlumat verilir. Bir cins elektrik sahəsində görülən iş. Belə ki, müsbət Q sınaq yükü bir cins elektrik sahəsində QY qüvvəsinin təsiri ilə sahənin ixtiyarı iki nöqtəsi arasında müəyyən bir yer dəyişimi icradır. Bu zaman elektrik sahəsində görülən iş F vurulsun S vurulsun kosinus alfa ifadəsi ilə təyin olunmuş olur. Əgər biz burada bizə verilən bucağa əsaslanaraq buradakı D-ni müəyyənləşdirsək, D bərabər olmuş olacaqdır S kosinus alfa. Bu zaman görülən iş bərabərdir F vurulsun D şəklində qeyd edə bilərik. Və sizlərlə sahənin intensivliyi üçün belə bir düstur keçmişdi. Y bərabərdir F bölünsün Q-yə. Buradan F tapsaq olacaq Q-Y. Onda gətirib düsturda yerinə qoya bilərəm. Q-Y D şəklində qeyd edə bilərəm. Və burada məsafə R1 və R2 olduğuna görə D-nin yerinə
R1 minus R2 şəklində qeyd edə bilərik. Burada elektrik sahəsinin işi sınaq yükünün, yəni Q'nun miqdarına düz mütənasib asılı olmuş olacaqdır. Daha sonra və burada ən əsas bir şey də var ki, onun hansı trayektoriya üzrə hərəkət etməsindən asılı deyil. Həmin nisbət, yəni A bölünsün Q nisbəti ki var, həmin bu sahədə və bu sahədə yükün başlanğıcında və sonda olduğu nöqtələrin seçilməsindən asılıdır. Ona görə biz deyirik ki, elektrik sahəsində sınaq yükünün sahənin bir nöqtəsindən digərinə hərəkəti zamanı elektrik qüvvəsinin gördüyü trayektoriyasının formasından asılı olmadığına görə elektrik qüvvəsi konservativ qüvvədir və elektrik sahəsi isə konservativ potensiallı bir sahədir. Potensiallar fərqi və yaxud gərginlik U bərabərdir F1 minus F2 bərabərdir A bölünsün Q ifadəsi ilə hesablanmış olur. Biz burada F1 minus F2-yə potensiallar fərqi, U-ya isə gərginlik şəklində ifadə edirik və hər birinin vahidi voltdur. Daha sonra görülən işi biz gərginliklə və ya potensiallar fərqi ilə əlaqələndirsək, o zaman A bərabər olmuş olacaqdır. Q vurulsun F1 minus F2 şəklində qeyd edə bilərik. Daha sonra gərginlik U bərabərdir A bölünsün Q-dür. A-nın yerinə də Q7 yazsam, bu zaman Q-lər daha doğrusu ixtisar gedəcək, bizə qalmış olacaqdır. Y vurulsun D ifadəsidir. Və həmin bu ifadədə deyə bilirik ki, nədir? Sahənin intensivliyi. Əgər biz sahənin intensivliyini təyin etsək, bu zaman Y bərabər olmuş olacaqdır. U bölünsün D. U-nun yerində potensiallar fərqi, yəni F1 minus F2 şəklində qeyd edə bilərik. Daha sonra burada diqqət eləsəz, baxın, görülən iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Bu mənfi işarəsini itirmək üçün 1-dən 2-ni çıxmış olurlar. Kinetik enerji isə dəyişməsinə bərabərdir və ən sonuncu gəlirik burada ekvipotensial səthlər. Ekvipotensial səthləri dedikdə ilk öncə deyin görək nəyi nəzərdə tutur? Mən dediyinizi eşidirəm, davam edirəm ekvipotensial səthi izah etməyə. Belə ki, ekvipotensial səth dedikdə bütün nöqtələrində elektrik sahəsinin potensialı eyni olan səthdir. Nöqtəvi yük üçün ekvipotensial səthlər mərkəzi bu yükdən olan konsentrik sferalardır. Və bildiğiniz elektrik sahəsi üçündə bu səthlər qüvvə xətlərinə perpendikulyar olan xətlər şəklində ifadə olunmuş olacaqdır. Və potensiallar fərqi bir-birlərinə bərabər olduğu üçün görülən işdə ekvipotensial səthlər sıfıra bərabər olmuş olacaqdır. Bu hissələrdə iki nöqtə arasındakı gərginlik 12 voltdur, yəni potensiallar fərqi 12 voltdur deməkdir. Daha sonra ikinci keçirici naqildən birinin elektrik yükü az, lakin potensial digər naqildən böyükdür. Bu naqillər toxundurulsa mütləq şəkildə yüklər bərabərləşməlidir və toxundurulan kürələrdə ən əsası diqqətli olun, fiilər bərabərdir. Sonra 3. A və B nöqtələri bildiğiniz elektrik sahəsinin intensivliyi oxunun üzərindədir. Bu nöqtələrin potensialları arasındakı münasibət F-A kiçikdir F-B. Bu zaman sahənin intensivliyi hansı istiqamətdə yönəlmişdir? Gəlin bunu sizlərlə bir təsvir edək. Burada sahənin intensivliyidir. İndi biz bunun hələ ox hissəsini çəkməyək. Sadəcə olaraq gəlin burada nöqtə qeyd edək. Buraya yazıram F-A kiçikdir F-B-dən. Bu zaman cəryan şiddəti deyirik ki, potensialın çox olduğu nöqtədən az olduğu nöqtəyə doğru axmış olur. Bu zaman çox olan nöqtəsi F-B-dir. Deməli, F-B-dən F-A-ya doğru axın eləmiş olacaqdır və hərəkət istiqaməti olaraq biz cəryan istiqamətini müsbət yük daşıyıcıların hərəkət istiqaməti olaraq götürmüş oluruq. Bura müsbət, burada mənfi şəklində qeyd edə bilərik və sahənin intensivliyi təkrarlayıram, mütləq şəkildə
müsbət yükdən başlayıb, mənfi yükdə isə bitmiş olacaqdır və elektrik sahəsinin hər hansı bir sərhəddi mümkün deyil. Sadəcə olaraq məsafədən asılı olaraq məsafə artdıqca bir qədər təsiri zəifləmiş olacaqdır. Əzizlərim, əgər kanalımız sizlər üçün faydalı olursa, kanalımızı bəyənib, ən əsası abunə olmağı unutmayın. Mənim də sizlərdən istəyim kanalımı sizlərlə bərabər böyüdərək faydalı ola biləcək şəxslərin qarşısına çıxarmaqdan ibarətdir. Hələlik.